Salam değerli dostlar, değerli izləyicilər. Hal-hazırda biz Nəsimi rayonu Mircəlal Paşayev ünvanındayıq, 35 ünvanında. Burada gördüğünüz Lard House restoranı. Bu restorana gələn müştərilər konkret olaraq bina sakinlərini bezdirir. Müştərilər maşınlarını bura saxlayırlar. Burada yaşayan sakinlər öz avtomobillərini burada saxlaya bilmirlər müştərilərin əlindən. Müraciət edəndə restoran sahibinə deyir mənlik deyil. Ancaq qəlyan çəkməkdən çıxırlar bu restorandan, qəlyan çəkirlər. Söyüşlərin hələ demirəm. Fikirləşmirlər bu binada ana bacı yaşayır, insanlar yaşayır, xəstəsi olanlar var, az yaşlı övladları olanlar var. Biz bezmişik. Kimə müraciət eləyək bilmirik. Burada da maşın saxlayırlar, burada da maşın saxlayırlar. Baxın, hər yeri ələ keçiriblər. Hər yer ələ keçiriblər. Hər yerdə parkingdir. Hər yer parkingdir. Bezmişik. Aynen. Biz maşınlarımızı harda saxlayaq? Hər yeri ələ keçirtmişsiniz. Burada maşın saxlayırsan, gəlib çəkirsiniz. Bir cərmə. Burada saxlayırsan, bir cərmə. İndi deyin görək ay ayna biz maşınlarımızı harda saxlayaq? Evlərin üzərində saxlayaq maşınlarımızı. Hər yeri almışsınız. İmkan verin insanlar rahat həyat yaşasın da. İnsanlar nəfəs alsın da. Az qalıb aldığımız Allahın verdiyi nəfəsi belə bizə pula satasınız. Belə biabırçılıq olmaz axı. Yorulmuşuq sizin bu saxta cərmələrinizdən, saxta nə bilim Milli Məclisdə çıxardan qanunlarınızdan. 97 yaşında, 87 yaşında millət vəkili olar, ay qardaş. Buraxın bunu geçsin, pensiyasına çıxsın, otursun evində yesin. Daha az yeyib, indi orada evində də yesin, nə olar ki? İmkan verin, yaşayaq da. 65 yaşa gəlib çatmamışa deyirsiniz ki, hələ cavansan. 65 yaşa da gəlib çatır, deyir, hələ pensiya düşmür, yaşlı deyilsən. Yaşlı qocalar. Nə işi var Milli Məclisdə? Saxta qanunlarda çıxardıb bizi boğaza yığıblar. Əl çəkin də yaxamızdan. Bu dələduz maşinlik bəzi millət vəkillərinin əlindən yorulmuşuq. İcra hakimiyyətləri özlərindən hoqqa çıxardırlar. Təsəvvür edin ki, hər yeri satın almışsınız. İmkan verin, biz də yaşayaq da. Burada maşın saxlayırsan bir cərmə, burada maşın saxlayırsan bir cərmə, burada maşın saxlayırsan bir cərmə. Hara gedək, harda yaşayaq? Bu cərmələrin əlimdən bezmişik axı. Pul da vermirsiniz. Uşaq pulu da almıram. Sosial da almıram. Gəlir yerim yoxdur. Nə ilə ödəyək bu cərmələri? Deyin siz bizə. İşləməyən insanlara da 16 manat cərmə verirsiniz. Vergi. Nə ilə versinlər? Nə verdiniz bizə ki, nə də alırsınız? Yığışdırın da bu oyunbazlığı. Yormuşsunuz bizi. İnsanları konkret şəkildə intihara sürüklüyorsunuz.